Keçən dərsdə biz iki funksiya keçdik. Straka və çislo, yəni row və rows, sətr və sətrlərin sayı. Bugünkü dərsdə isə onlara çox oxşar olan iki funksiyanı nəzərdən keçirdəcəyik. Bu stolbetsdir, column və çislo stolbs of columns. Yəni sütun və sütunların sayı. Əvvəlcə başlayaq stolbets funksiyasına, yəni sütun funksiyasından. Sütun funksiyası, gəl oxuyaq. Funksiya nə edir? Yazılır ki, возвращает номер столбца, на который указывает ссылка. Yəni sütunun nömrəsini göndərir istifadəçiyə sistem. Gəl kursoru yerləşdirək bura. Yəni F sütununda. F bizdə 6-cı sütundur. 1, 2, 3, 4, 5, 6. Və burada həmin funksiyanı yazaq. Bərabərdir stolbets. Burada heç nə yazmır. Görürsünüz, 6 göstərir. Yəni əgər arqumentdə heç nə göstərmirsinizsə, onda hansı sütunda hal-hazırda siz yerləşirsinizsə, yəni 6-cı sütundayıq da, onda sistem bizə həmin sütunun nömrəsini göstərir, yəni 6-nı. İndi tutalım ki, biz 6-cı sütunda yerləşirik, amma arqumenti göstəririk. Yəni tutalım ki, bax, A1 xanası. Fərqi yoxdur, istəyir A2 olsun, istəyir A3 olsun, istəyir A10 olsun. Yəni A sütunu burada 1 göstərir. Yəni birinci sütunun nömrəsini göstərir. A sütunun nömrəsini göstərir. Görürsünüz? Burada diapazon da göstərmək olar. Deyək ki, A1 yaxud A2 yox. Deyək ki, A1, deyək ki, C1. Bax belə. Onda sizə sistem belə ədədlər göstərir burada. 1, 2, 3, yəni 3 sütun olduğuna görə 3 sütun nömrəsini göstərir. Amma OK düyməsini basanda bu xanada yalnız 1 göstərəcək. Yəni sol tərəfdə yuxarıda olan birinci sütunu göstərir. Onun nömrəsini göstərir 1. Yəni belə də yığmaq olar, deyək ki, belə bir diapazon yığa bilərik. A1, C10, yenə də 1 olacaq yuxarıda. Yəni sol tərəfdə yuxarıda olan birinci sütunun nömrəsini göstərir. Əgər belə yığsaq, gəl bura keçək. Bax belə. Onda 2 göstərəcək sistem. Burada 2, 3, çünki 2 dənə sütun var, amma nəticə olacaq 2. Sol tərəfdə yuxarıda birinci olan B1 xanasıdır, yəni 5 sütundur. 5 sütununda ikinci sütun sayılır. Burada cavab gələcək 2. İndi tutalım ki, biz istəyirik ki, deyək ki, burada seçdiyimiz 3 xananın, yəni 3 sütunun nömrəsini burada görür. Yəni belə seçəndə diapazonu, yəni A1, C1 diapazonu burada 1 yox, 1, 2, 3 görsənsin. Onda belə eləyirik əməliyyat. Qaraldırıq xananı, 3 dənə xananı, çağırırıq stolbets funksiyasını. Və buradan A1, C1 diapazonu göstərib, OK düyməsini yox, klaviaturdan Ctrl, Shift, Enter düyməsini basırıq. Ctrl, Shift, Enter düyməsini basırıq. Və görürsünüz, seçdiyimiz 3 sütunun nömrələri burada görsənir. Gəl bunları silək. Gəl baxaq görək. Praktiki bu funksiyanı necə istifadə eləmək olar? Deyək ki, bizdə belə bir massiv verilib və bu massivin içindən və burada sıra nömrələrdir. Bu koddur, bu isə artikuldur. Deyək ki, sıra nömrələrin köməyi ilə artikulu seçirik əvvəlcə. Deyək burada. Deyək ki, 7-ci sətirdə
bu nömrəyə görə, 7 nömrəsinə görə bax bu artikulu seçirik. Gəldik və bunu necə eləyək olar. Bu əməliyyatı yerinə yetirmək üçün iki funksiyanı istifadə edəcəyik. Birinci, bugünkü öyrəndiyimiz Dalbert funksiyasıdır və VPR funksiyasıdır. Bu funksiyanı keçən dərslərdə öyrənmişdik. Çağırırıq VPR funksiyasını, VPR və belə bir pəncərə açılır. İskomayızdakı, yəni hansı məlumata görə buradan artikulu seçəcəyik. 7-ci xanamda, yəni bu məlumata görə, 7-yə görə A7. Hansı cədvəldən? Bu cədvəldən. İntervalni prosmotr həmişə keçən dərs dediyim kimi 0 yığırıq, dəqiq olsun hər şey. Və nomer stolbsa burada yığırıq Dalbert və mötərizənin içində göstəririk bizə lazım olan sütunu. Yəni vacib döy. Mütləq burada KH007-ni göstərir. Yəni C7-ni göstərir. Hansı xananı istəyirsiniz göstərmək olar. Yalnız C sütunda olsun. Sonra bunu götürək. C1-i. Göz nəticə gəlir KH0007. Yəni istənilən burada xananı seçmək olar. Yalnız C sütunun içində. Biz birinci sütunu seçdik. Birinci xananı seçdik. Yəni C1-i. Okey. Bax 7-yə görə bu artikulu seçdik. İndi gəlir, yəni 7-yə görə onun nömrəsini seçək. Sonra ki, bu deyilik. Eyni əməliyyatdır. Bərabərdir. VPR çağırır funksiyanı. Burada yığırıq 7-ni, A7 xananı göstəririk. Burada cədvəli göstəririk. Yəni bizim masivimizi göstəririk. Sadəcə olaraq burada indi artıq 3-cü sütun yox, 2-ci sütunu göstərir. Yenə də hansı xananı istəyirsiniz göstərir. Yəni birinci sütunu götürək. Birinci xananı götürək. Bu xananı B1 və qabağında yazaq Dalbert. Görürsünüz 238 674. Və görürsünüz 2 əməliyyatı biz 2 dəfə yerinə yetirdik. Amma imkan var ki, bu əməliyyatı bir dəfə eləyib sonra sağa belə dartırsınız və məlumat özünüzə dolur. Yəni əvvəlcə nömrəni tapırıq. Nömrəni tapandan sonra sağ tərəfə belə dartırıq və artıq artikul da bura gəlir kodun yanına. Gəlin eləyək, deyək ki, bax 10-cu sətrin üstündə. Əvvəlcə tapırıq nömrəni. Yəni kodu nömrəyə görə tapırıq. Eyni əməliyyatdır. Bu əməliyyatdan eyni olacaq. Bərabərdir. VPR çağırırıq. Burada seçirik artıq A10 xanasını, yəni 10 ədədi. Cədvəl qalır yerində. Və sütun da qalır yerində. Deyək ki, bu sütunu seçək, bu xananı seçək, B2-ni. Və intervalın prosmotru 0. Nəticə gəlir. Burada Dalbert yapmaq lazımdır. Funksiyasını. Və nəticə gəlir 105 677. 105 677. Bizə lazımdır ki, bunu belə dartanda sağa burada KH0010 görsənmir hələlik. Bu əməliyyatdan fərqli olaraq burada xırdaca bir dəyişiklik yerinə yetirmək lazımdır. Söhbət istinadlardan gedir. Burada nisbi istinaddır. Burada da nisbi istinaddır. İndi burada nisbi istinadı mütləq istinaddan əvəz eləməliyik ki, sürüşmə getməsin. Ona görə də əvvəlcə bu diapazonu seçirik. Klaviaturun F4 düyməsini basırıq. Sonra bu diapazonu seçirik. Klaviaturun F4 düyməsini basırıq.
və nisbi istinadı mütləq istinaddan əvəz edirik. Enter düyməsini basırıq klaviaturadan və bundan sonra dartırıq sağa. Gördünüz? KH010 bura gəldi. İndi tutalım ki, bura başqa bir artikul daxil edək. Deyək ki, məsəl üçün AA 2020 və bizə lazımdır ki, bunu belə dartanda bu tərəfə, buradan deyək ki, bunu silək. AA 20 burada görsənsin. Görsənilir, görsənmir. Sistem başa düşmür. Nəyə görə? Gəl bunu silək. Çünki burada görürsünüz massiv, yəni seçdiyimiz massiv bizdə A1, C10'dur. Yəni budur. Biz isə bunu indi əlavə elədik D sütununa və bu massivə aid deyil. Ona görə də sistem başa düşmür. Bu sütunu da, yəni bu ədədi də, yəni bu artikulu da bura əlavə etmək lazımdır. Burada keçir bura. Ya burada əllə C-ni deyiləyirsiniz. Amma diqqətli olun, həmişə latın əlifbası olmalıdır. İngilis əlifbası klaviaturada. Yəni burada ingilis dili durmalıdır. Yaxud da buradan belə tutursunuz və çəkirsiniz. Bura avtomatik olaraq burada hərf özü dəyişir və enter düyməsini basırsınız. Bundan sonra belə dartanda sağa artikulun ikisi də görsənir. Görürsünüz. Bu da görsəndi. Bu da görsəndi burada. Və Stalbet kolum funksiyası haqqında bir dənə də məlumat vermək istəyirəm. Tutalım ki, burada biz ədədlər yığırıq. 1, 2. Bundan sonra qaraldırıq. Belə və dartırıq. Deyək ki, 10'a qədər bizə lazımdır. Belə gəlir, sıralama gəlir. Fikir verin, əvvəlcə biz 1 yığırıq, sonra 2'ni yığırıq, sonra qaralayıb, yəni seçib dartırıq. Nəyə görə bu lazımdır? Bu iki ədədi yığırsınız ki, sistem başa düşsün ki, aralarında bir ədəd artım olacaq. Yəni bir artırmaq lazım. Tutalım ki, burada siz deyək ki, 5 yığsaz və bunu belə seçib belə getsəz, gedəcək 9, 13, 17, 21. Yəni 4 artacaq. Sistem başa düşür ki, bu iki ədədin arasında fərq 4'dür və 4 başlayacaq artırmağa. Gəl bunu da ala verim. İndi həmin bu əməliyyatı Stalbet funksiyasının köməyi ilə yerinə yetirmək olar. Bərabərdir Stalbet çağırdı. Okey. Burada 3-cü sütunu verdi. Dəyişmək olar. Belə eləmək olar. Stalbet çıxılsın 2. Yəni bu 1 olsun. Qoy 1 olsun. Belə. Bundan sonra dartırsınız sağa və görürsünüz həmin şey alınır. Əgər bu əməliyyatı burada eləsəydik, onda o 2'ni çıxmaq lazımdır. Birbaşa buradan əməliyyatı yerinə yetirmək olar. İndi fikir verirsiniz, fərqi nədədir? Yəni üstünlük nədədir? Burada gördüyünüz 2 ədəd yığdıq, sonra dartdıq sağa. Burada isə cəmi 1 ədəd yığandan sonra dartdıq sağa. Bu birinci üstünlük, ikinci üstünlük fikir verirsiniz. İndi buradan 8'ləri yığışdıracağım. Bu sütunu yox eləyirəm. Fikir verirsiniz, burada yəni Stalbet funksiyası olan sətirdə avtomatik rəqəmlər dəyişdi. Yəni 8 yığışdıran kimi 9 keçdi 8'in yerinə və oldu 8. 10 keçdi 9'un yerinə oldu 9. Amma burada isə sıralama getmir, artıq pozulur. Mütləq gəldi 2 ədədi seçib yenə də dartmaq lazımdır sağa. Bax, bu Stalbet funksiyasının burada üstünlüyüdür. Stalbet funksiyası haqqında bu qədər. İndi keçək ikinci funksiyamıza, çislo stolpsov, yəni çisl stolp columns. Bu funksiya sütunların sayını verir bizə. Gəl görək nə olur. Çisl stolp və burada diapazonu göstərir. Deyək ki, belə A2, C2.
Görürsünüz 3 göstərir. 1, 2, 3. Sətirlərdən asılı olmayaraq diapazonda yalnız sütunların nömrəsini göstərir. 3. Yəni sayını göstərir. 3. Gəlin burada biraz da artıraq. Deyək ki A1, C2 yox. Deyək ki olsun belə. Lap axıra qədər gedək. Görürsünüz diapazon böyüdü, amma ki sütunların sayı yenə də 3 göstərir. Çünki 3 dənə sütun var. OK düyməsini bassaq, burada görürsünüz 3 göstərir. Bugünə bu qədər. Təşəkkürlər.